Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-i Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olarkən kənd sakini Əsəd Əsədovun evində olmuş, ailənin balaca fərdi Gülər isə dövlət başçısından traktor istəmişdi. İlham Əliyev kiçik sakinin arzusunu reallaşdırıb. Belə ki, bu günlərdə Əsədovlar ailəsinə traktor hədiyyə olunub. Xatırladaq ki, daha əvvəl Prezident Xocavənd rayonunun Xanobay kəndində sakinlərlə görüş zamanı balaca Ayazın ondan istədiyi KAMAZ arzusunu da reallaşdırmışdı. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bugün başa çatır. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, abituriyentlər bugün saat 23:59-adək qəbul olmaq istədikləri ixtisasları abituriyentin elektron ixtisas seçimi ərizəsinə daxil edib təsdiq etməlidirlər. 19 avqust saat 09:45-ə olan məlumata əsasən 81.255 abituriyent ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar. Müsabiqədə iştirak edənlər abituriyentin elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən abituriyent məsləhət mərkəzinə müraciət edə bilərlər. Məsləhət mərkəzləri 10 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinə yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərirlər.